Çox yox. Amma Şimali Azərbaycandakı saray televizyonlarına, biz onların adını qoymuşuq saray televizyonları. 12 Şəhrivər qiyamını yaddan çıxartmayın. 5 Şəhrivər qiyamında sakit qaldınız. Bir söz demədiniz. 12 Şəhrivər qiyamı, bugünün qiyamını yaddan çıxartmayın. 1945-ci ildə 12 Şəhrivərdə 12 Şəhrivər bəyaniyəsi yayıldı. 2011-ci ildə 12 Şəhrivərdə 12 Şəhrivər qiyamı başlayıbdır. Buna sakit qalmayacaqsınız. Azərbaycanın xəbər ajansları, jurnalları, İngilisi dilində özəlliklə, İngilis dilində özəlliklə yazın, yayın xahiş eləyirik. Axı, bəs sizdən sonra bizim kimimiz var? Bəs biz kimə gelib yalvarmalıyıq? Bir dənə günah sevi, Güney Azərbaycan sitələri yetmir. Rəsmi xəbər ajanslarımız var. APA, Trend News. Azərbaycanın haqq səsini dünyaya dəfələrcə yayan keçmişdə Turan xəbər ajansı, harda qalıbsınız? Niyə yaymırsınız bu millətin səsini? O biri xəbər ajanslardan xəbər almayın. Bizdən alın, güneydən alın, zəng eləyin. Bu millətin səsinə baxın, görün nə deyir millət. Niyə yaymırsınız, niyə oturubsuz? Onlara müraciət eləyirik. Şimali Azərbaycanda Bakının əhalisinə müraciət eləyirik. Çıxın, tökülün xiyabanlarda, o xəbər ajanslarına e-mail yazın, sosial şəbəkələrində etirazlı bildirin. Nəyə oturublar onlar, nəyə gözləyirlər? Nə zaman bizim səsimizi yayacaqsınız? Biz Qarabağ üçün qarnımızı cırırıq, sinəmizə döyürük hər gün. Urumiyyə də Azərbaycandır. Ora Fars məhəlləsi deyil. Fərqi qoymamışıq bugünə qədər. Qarabağ üçün yüzlərcə Azərbaycanlı, Güney Azərbaycanlı tutulub zindana düşüb. Bəs siz harda qalıbsınız? Sizi ki tutan yoxdur. Sizin ki qapınızı gəlib döyən yoxdur. Sizi tutub şikəncə verən yoxdur. Siz niyə durubsuz, sakit qalıbsınız? Şimali Azərbaycanın şəbəkələri, televizyonları, xəbər ajansları, jurnalları, qəzetlər, yeni müsavat. Hər gün Azərbaycan dövləti ilə, hakimiyyəti ilə ixtilaflarınızdan yazırsınız. Sağ olun, işimiz yoxdur. Bəs Güneyin səsi harda qaldı? Nəyə yazmırsınız? Nədir? Harda sizin əlinizdə olan qələmlər? Hardadır 525 Express? Hardadır Rus dilində yazılan məqalələr? Jurnallar, qəzetlər. Niyə yaymırsınız bu millətin səsini? Mən Şimali Azərbaycandakı sosial cavanlardan xahiş eləyirəm. Sosial şəbəkələrindən istifadə eləyin. Məhv eləyin o qəzetlər ki, sakit qalıblar. Məhkum eləyin, təzahürat qoyun, piket qoyun onların qapısında. Satqınların qapısında, əgər yazmayacaqlarsa. Azərbaycanın saray televizyonlarına müraciət eləyirik. Lütfən saray televizyonçuluqdan bir az da olsa uzaqda qalın, vicdanınızı öz qabağınıza qoyun, danışın. Güney Azərbaycanın gözü həm də sizlərə tikilib, tək günah seviyə yox. Güney Azərbaycanın xalqı qəhrəmanlıq eləyir. Sizdən də xəbər gözləyir. Sizdən də verilişlər gözləyir, 2 dəqiqəlik yox, 1 saatlıq, 5 saatlıq reportajlar gözləyir sizdən. Ən azı qərb jurnallarından, qərb xəbər ajanslarından dərs alın. Azərbaycanda oturub gündüz 3-4 dənə yaltaqlıq eləyib axşam kababa qaçanlar, gündüz 3-4 dənə dəsmal çəkib axşam çay kabablarına, çayxanalarına, meyxanalarına qaçanlar. Sizdən də bizim intizarımız vardır. Kefizdə olun. Amma ən azı bizim səsimizi yayın. Bu da Azərbaycanın iqtidar müxalifət davası deyil deyəsiniz ki, başdan deyiblər, sakit qalırıq. Bu, Azərbaycanın milli məsələsidir. Güney Azərbaycanın davasıdır. Sizi bir-bir adınızı çəkib məhv eləyərik burada. Adınızı çəkib biz təhdid eləmirəm. Lütfən bunu təhdid saymayın. İntizarımız var, gözləyirik, bəkləntimiz var. Axı, bəs siz nə zaman danışacaqsınız? Adınızı siz nə zaman televizyon deyirsiniz, adınıza görə işləyəcəksiniz, nə zaman? Biz də gözləyirik.